Salam əziz şagirdlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugünkü imtahandan çıxan şagirdlərin vəziyyəti necədir əsas məsələ? Ümid edirəm ki, yaxşıdır. Çünki mən burada dünənləri paylaşdım. Kaş əvvəldən paylaşardım. Bir neçə mövzular ki demişdim, ona toxunublar imtahanda. Əgər videoma baxmışdınızsa, məncə imtahanda, hətta yadınıza mən düşə bilərəm ki, axı Kəminə müəllimə bunu demişdi. Ümumi dəyərləndirsəm, uşaqlar rahat imtahan idi, amma ki keçən həftəki imtahana baxsaq, orada lap halva suallar idi və eşitdiyimə görə dinləmədən, hansı ki bəlkə də bir 5-6 dənə 30-30 namizəd şagirdim listingə görə 0,5 bir sualla 30 düzü qaçırmışdılar. Təbii ki, mən onu həmişə demişəm, yəni 28-29 yazan onsuz 30-u yazır. Sadəcə şans məsələsidir, diqqət məsələsidir ki, diqqətli olanlar 30 düzü yaza bilir. Şükür Allah, bu imtahanda da 30 düz yazanım oldu. Ona görə də böyük bir fəxr hissi ilə keçən səfər özüm bircə yazmışdım. Amma ilk mənə sınağını atan şagirdimin sınağından izah etmək istəyirəm. Adı Nərmindir və çox savadlı şagirdlərimdən biridir. Bəlkə də Nərmin ən çalışqan şagirdimdir. Ona görə düzdür, biraz depresyondadır. İstəyirdi ki 300 bal olsun. Bir sualla qaçırtdı. İngilis dilindən hamısı düzü idi. İnşallah ki xeyirlisi olsun. Bir də yəni bunu sonda da bildirəcəm sizə. 300 balın olmamasına görə pis olmaq, ağlamaq, həqiqətən başa düşürəm. Çox əziyyət çəkmisiniz, düzdür. Amma ki, yəni məncə bunu etməklə özünüzə haqsızlıq eləyirsiniz. Çünki əvvəlcədən onsuz siz bu bala layiq tələbəsiz ki, biz müəllimlər olaraq deyirik ki, sən 300 bala namizədsən. Çünki bu hər tələbəyə deyilən bir söz deyil. Əgər deyilsə, həqiqətən şagird bundan layiqdir. Və Nərmindən buradan demək istəyirəm ki, heç narahat olmasın. Ona görə də fəxr və qürur hissi ilə onun sınağının üzərində sizə izah eləyirəm. Uşaqlar, dinləmənin transkripti var idi da, sadəcə istəsəz komment olaraq paylaşaram, baxarsınız. Description hissəsində paylaşaram dinləməni. Yəni, onsuz o dinləmə olduğu üçün onunla vaxt itirmək istəmirəm. Variantlarını yazmışam ki, birdən anlaşılmazlıq olar. 4-də də yazmışam schools, events and conferences. 5-də responsibility for the environment. Sadəcə biraz tələm-tələsik yazıb deyə özüm yanından yazmaq istədim. 6-da da powerful sözüdür. Onu da yenidən sizin üçün qeyd etmişəm. Keçən 7-ci sualdan başlayaq dərinləməsi ilə izah eləməyə. Uşaqlar, proud of, afraid of, yəni bu da çox gördüyümüz suallardan biridir, preposition sualı. Yəni mən bunu öz şagirdlərimdə özümün yazdığı, hansı ki kitablarda həddindən artıq çox yorur şagirdləri. Özüm ayrı bir 8 dənə səhifədən ibarət qeydlərim var idi. Yəni bunların içərisində bütün imtahana düşən, dimdə olan, bütün hissədə olan söz önləri yazmışdım. Bu da onlardan biri idi və var idi o variantların içərisində. Yəni bildiyimiz kimi onsuz proud sözündən bilirsən ki, ofdur. Yəni bunun üzərində qalmağa ehtiyac yoxdur. Bunun rəngi nə becər oldu? Deyişək. 8-də nida cümləsi istəyir. Hansı ki mən sizə demişdim, nida cümləsinə diqqətli olursunuz. 2 düşdü, görürsünüz. Mübtəda xəbər olmalıdır. Bəli, demişdim. Bu yanlışdır. Həmçinin places cəmdir. Bir də amazing places olsaydı belə article olmamalıydı. What an amazing place it is. Bu doğru. 3-də how amazing places are they yox. They are olmalıydı. Yanlış. 4-də baxıram how amazing the place is. Bəli, doğrudur. Sifətin və the article-ın, mübtədan və xəbərin doğrudur. 2 və 4 olacaq. 5-dəki problem odur ki, how amazing-dən sonra place-dən əvvəl və article yoxdur. Variantım ona görə olacaq A variantı. Okay. Keçirəm 8-ə. 8-də nə demişdim? İnsafınız olsun, yəni bunu videoma baxıb da, bunu gedib səhv eləyənə mən nə deyim? Expect demişdim, düşəcək, düşdü. Deməli, nə olacaq? Demişdim ki, özdən sonra tamamlıq gördüm, bil ki, kompleks obyekti və tool'u olan variantı götürəcəksən. Variantın D. Növbəti, 10-cu sualda, my first day at work was not very good. Yaxşı değildi ilk günüm, çünki mənim nə idi? İşdəki günüm yaxşı değildi. Çünki çox səhvlər etdim. Tərcüməyə əsasən, sən ümumiyyətlə qaydaya əsasən bilirsən ki, mistake sayılandır. Sayılan cəmcisi too much çıx, a little çıx ümumiyyətlə cəmlə işlənməz. Very few demək olar ki, eyni mənadadır, olmaz, az mənasında. Deməli, sən çox səhv etmisən ki, indi narahatsan və narazısan, olacaq B variantı. Növbəti,
11-ci suala baxıram. 11-də çox rahat next-i gördük. Onsuz ki bilirdik ki, keçən səfərki eqodan da bilirdik ki, sadə indiki ya da sadə gələcəyə düşəcək, keçmiş yox. Yəni D variantı olacaq. Bəli, V ilə artıq deyim yazmağa başlayır. Onsuz danışıqda da V ilə shall-dənsə daha çox will işlənir. Sadəcə have bizim have əziyyətimizdən ki, o qədər zaman zərflərini şagirdlərimin gözünü tökə-tökə öyrətmişəm. İnşallah ki, speaking dərslərində düzdür lazım olacaq. 11-ci sual nağda düz yazılacaq suallardan biridir. Yəni bəlkə də özləri belə salırlar ki, haqlarına girməyim. 5 dənə düz olmalıdır da azı hərfənlə. Onu nəzərə alıb yəqin ki, salıblar. 12-ci suala baxaq uşaqlar. As his English is excellent, onun ingilis dilisi yaxşı olduğuna görə izin altında xətt çəkirəm, çünki xəbərə fikir verməsən. O, yəni yaxşı iş tapa bilər də, yəni inkar olmaz. İnkarlar çox afərinlərlə düz çıxmısan, D variantında çıxırsan, qarsan C ilə Y arasında və görsən ki, he has-in nəyi yoxdur, to-su yoxdur, yanlışdır. Variantın Y variantı. Ümumiyyətlə Nərminlər özünüz də məncə fikir verərsiniz. Nərmin adlı şagirdlər və yaxud da tanışlar həmişə ağıllı olur. Yəni mənim qarşıma çıxanlar elədir. İnşallah görək. Baxın mənim izahıma baxan Nərminlər necə yazıb. We got 2 packages and. Okay, burada nə demişdim sizə? Ay Allah. Bunu da demişdim. Buna fikir verməmişdim. Özümə qurban olum. Demişdim ki, axı ola bilər some, any falan düşə bilər və yaxud da təyin əvəzliklər düşə bilər demişdim. Both, every. Mən müəlliməni işlərini buraxmam. Mənim ürəyimə damanlar olur uşaqlar. Deməli, rahat sual idi bu da. Xəbər görsən cəmdir. Deməli, no'dan sonra of gəlməz. Every'dən of da nəzərə alaq. Bunlardan sonra of gəlməz. İçdən vandan sonra of gələrdi də xəbərlər nə olmalıydı? Tək olmalıydı. Ona görə bunlara çıxırsan. Nə tər sevinirəm, öz dediyim düşüb deyə. A variantı. 14-də. 4-cü sual gözəl sual idi. Mən nə demişdim? Ay Allah, yenə. Demişdim ki, eyni bu tipdə düşəcək. Görürsüz, düşdü. Yəni, baxsaydınız rahat, həqiqətən də düz yaza biləcəyiniz suallardan biridir ki, məncə burada çaşan şagirdlər olacaq. Burada məntiqi əsasən görsən ki, hamısı düz gəlir. How many pieces of furniture düz gəlir, düzdür. Sonra nə gəlməlidir? Biz öyrənmişdik ki, əgər bu mübtədanı əvəz edirsə, birbaşa əsas feil gəlməlidir. Birdə deyir ki, how many pieces of furniture did they buy? Onlar nə qədər alıblar? Mübtədan var, tamamlığa sualdır, ona görə köməkçi feilin və xəbərin var, doğrudur. Mən biri doğru götürdüm. 2-yə baxırsan, burada mübtədanı əvəz edir. Nə qədər mebel, yəni mebel parçası alınıb deyirsə, passive voice olaraq bunun işlənməyi doğrudur. 3-dəki problem odur ki, furniture-dan sonra mebel özü-özünü ala bilməz. Ona görə birbaşa feil gəlməz cansızdan sonra, yanlış. 4-də mübtədanı verir. Bu da mübtədaya aid bir sualdırsa, 2 mübtəda niyə yan-yana olsun? Olmaz. Yenə burada tamamlığı sual kimidir. Onlar alıblar mənasında. 4 yanlışdır. Onun doğru versiyası 1-ci idi. Ona görə variantım olacaq B variantı. Aferin sənə Nərmin. Haqqım sənə halal olsun. 15-də. Nə demişdim? Ay Allah, dalbadan fikir verirsiniz neçə dənəsi. Demişdim eyni tipdə düşəcək, amma 12-də əvvəl rəqəmdən idi, amma demişdim düşəcək də modal. 13, 14-ü demişəm, 15-i də demişəm. Görürsən ki, nə demişdim? Dedim təkdirsə cəm düşəcək. Cəmdir də, B variantı. Baxırıq yenə də o birilərinə bax. Progress təkdir, food təkdir, ami təkdir. Bunlar hamısı təkdir. Deməli, knowledge sayılmır təkdir, person təkdir. Getdi. 16-da my friend and his cousin. Bunu yazıb uşaqlar. Sadəcə burada kodlaşdırmayıb. Deməli, əndi gördük. Bəli, 2 nəfərdən söhbət gedir. Xəbər avtomatik cəm. Nə demişdim onsuz? Məntiqi əsasən məntiqinizi işə salın. Bunu da demişdik. Ki, görürsən ki, xəbər təkdir. Variantın cəm. Heç tərcüməyə ehtiyac yoxdur. 17-də də demişdim primitiv article sual düşəcək. Bəli. Go to school. Burada niyə article olsun ki? Məkan bildirən sözlərlə çox vaxt işlənməz. Yəni, school-dan işlənməz. By basda baydan sonra vasitəsilə mənasında sözünü işlənməzdir. A variantı. 18-də bəli, sifətin də primitiv sadə sual olacaqdır. Amma mən maçdan şübhələnirdim, maç düşər. Amma sadə düşüb. Əz gördünüz, adi dərəcə D variantı. 19-da 19-da tərcümədir. Bugün hava deyir yaxşıdır. Belə ki, tələbələr gəzməyə çıxacaqlar, gedəcəklər. Bunun məntiqi A variantıdır burada. Mən şagirdlərimə öyrətmişəm ki, uşaqlar, baxın, sinonimləri öyrənin. Bax, zo, o, zo, bat. Bunlar sinonimdir. Baxmayaraq ki, halbuki lakin deməkdir. Çıxdım.
B variantında əks halda mənasında burada təzad bir şey yoxdur. Ona görə də B variantını götürməyəcəksən. Yaxşımı? Keçdim 20-ci suala. 20-ci sualda donate, value and defend sözü düşüb. Donate sözünə nə yazıb Nərmin? Yazıb ki, bəli. To give something special money to people need. Yəni xeyriyyə məqsədindən pul vermək mənasında. Yəni pul bağışlamaq mənasında bəli B variantıdır. Value dəyərləndirmək deməkdir. Bir şey, yəni bir insan üçün dəyərli olmaq, dəyərləndirmək. To think that somebody or something is important. Yəni düşünürsən ki, hər hansı bir insan və yaxud da şəxs və yaxud da nəsə sənin üçün önəmlidir. Ona görə bəli C götürəcəksən. Defend nədir? Defend də qorumaq deməkdir. To protect somebody or something against attack. Bəli, bu da doğrudur. Olacaq B, C, A olan variantı, Y variantı. 21-ci sualda cümlə qururam. Bəli, cümlədə mübtədama baxıram. Mübtədam nə ola bilər burada? Təbii ki, voice olacaq. 4'ü yazdıq. Avtomatik bunu çıx, bunu çıx, bunu çıx. Hərəkət bildirən söz tapırsan. Have been playing. Bəli, doğrudur. Oynayırlar. Nəyi oynayırlar? Ki mənim cümlə düzəltmə make-up sentence videoma baxıbsa qısa bir videodur. Orada öyrətmişdim ki, nə idi? Swapped subject isimdir, verb xəbərin, object sənin tamamlığın. Place, yəni yer bildirən sözün, time da zaman bildirən sözündür. İndi yerinə qoyursan, bax görsən swap sənin mübtədanda. S mübtədan 4 oldu, oğlanlar 5 olacaq. Xəbərin, have been playing, nəyi oynayırlar? Objektin olmalıdır. Tennis oynayırlar. Harda oynayırlar və müddəti deyir də. Özdə stadium sözü. Bu tipdə cümlə ay Allah vermişdim. Hətta belə bir şey demişdim. Uşaqlar stadionda bir dənə baxarsınız uşaqlar, yəni Allah şahidimdir. Eyni bu tipdə cümləni təxmini də, zamanı fərqli idi. Demişdim ki, uşaqlar futbol meydançasında oynayırlar demişdim həftə sonları bu tipdə. Nəsə oxşuyurlar cümlələr bir-birinə. Deməli, primitiv yəni cümlədir, onu demək istəyirəm. Yazacağıq. The boys have been playing tennis. Okay. Sonra nə yazacağım? Harda oynayırlar? At the stadium. Ondan sonra yazacağım. Müddət bildirən söz, zaman bildirən söz for 2 hours. Yəni variantım B variantı. 22-ci sualda, bax bunu da demişdim ki, passive voice-un aidi cümləsi düşməyəcək. 4 bölməsindən biri düşəcək. Sual cümləsi ilə olandan demişdim ki, bir 40-50 dənə işləyin. Yaxşı, demişdim. Görsən ki, indiki zamanda əmizar axtaracaqsan, amma haldan sonra əmizar gəlməlidir. Getdi, haldan sonra isim gəlməz. Ye də getdi. Baxırsan ki, tamamlığın ice creamdir, təkdir, arda olmaz. O da yanlış. How is vanilladan sonra ice cream. Biz bilirik ki, to be-nin formalarından sonra been gəlməz. Çünki bu özü də to be-dir. Been ancaq have, has, had-dən sonra gələ bilərdi. Bu da yanlış olduğuna görə variantını götürəcəksən, C variantı. Və mətnə baxırsınız uşaqlar. Mətndə əsas hissələrin altına xətt çəkmişəm ki, vaxtımız çox getməsin baxanda, yoxlayanda. Təbii ki, bilirəm variantlardan xəbəriniz var, amma elə şagirdlər var ki, yəni bugün imtahan verməyib, sadəcə öyrənmə məqsədi ilə yəni videoya baxır. Ona görə hər birini izah etməliyəm. 23-də which statement is true according to the passage? Doğru fikir istəyir bizdən, düzdür? Burada deyir ki, the amal is always performed at sunrise. Sunrise. Baxaq, bu haqda bizə məlumat veribmi? Nə vaxt oynanılır? Heç bu haqda məlumat yoxdur uşaqlar. Mənim yəni nəzərimdən qaçmayıbsa, yoxdur. Keçirəm B-yə. Dancers try to break coconuts with their hands. Throwing a coconut up into the air and breaking it with the head when it falls. Düşəndə başları ilə sındırırlar, əlləri ilə yox. Çünki əllə mümkün deyil. Ona görə çıxırsan. C variantında the clothing of the dancers is dark. Tün rəngdədir bunların paltarları. Bunların paltarlarına öküz vursun. Görürsünüz burada uşaqlar colorful sözünü. Düzdür, mən burada unique sözünə görə dairə eləmişəm. Colorful sözü, yəni rəngli geyinirlər. Ona görə mən çıxıram burada C variantında. Deyir ki, damal is a modern type of dancing in India. Xeyr, əvvəlki abzasdan gördüyünə görə gör nə vaxtındır bu. Bax, ancestors, əcdadlarından qalıb. Yaxşı. Modern sözünə əsasən götürməyəcəksən. Bəli, D variantı doğrudur. Damal combines African and Indian musical traditions. D variantı doğrudur. Gəlin onu da göstərək.
Sübut eləyək ki, bu doğrudur. Ki, Afrika ilə D variantında Damal Combines birləşdirir Afrika ilə Indiyanın musiqi musiqi ənənələrini. Bəli, deyir ki, burada fikir verin. İndiyada olan bir, belə deyim, Hindistanda olan bir musiqi növüdür. Amma deyir, baxmayaraq ki, burada adətlər var, Afrikanın da adətləri qorunub saxlanılır. Yəni, bu fikir doğrudur. Yaxşı. Okay, 24-də baxırıq. 24-də deyir ki, choose the correct answer to the question and according to the passage. What do the farmers do when their crop is ready? Nə edirlər onların məhsulları hazır olanda? Bunun da altına xətt çəkmişəm qırmızı. They bent down, bu isə uşaqlar. And in the field, gözüm böyüdüm. Make half circle around the crops and thank God for the crop they get. Yəni, əldə etdikləri məhsula görə nə edirlər? Şükür edirlər. Və ona əsasən də nə edirik? Bir semi-circle sözü idi deyəsən, half circle idi yəqin ki. Görsədək baxaq. Bəli, half circle sözünü sadəcə sinonimlə əvəz edib uşaqlar. Yazıblar half ring. Yəni, eyni şeydir. 1 ilə 4-ü doğru götürəcəksiniz. Yaxşı. Bu fikir var idi, amma hazır olanda, yəni məhsul olan hazır olandakı hissəsində yox idi. Yaxşı. Və yaxud da they burn peacock feathers on fire. Bu haqda məlumata da baxsaq. Yəni, bu peacock feathersdən bunlar nə edirlər? Bundan paltar geyinirlər. Demirlər, onu yandırırlar. Yaxşı. Bu haqda məlumat görməmişəm. Yandırmaqlarla əlaqədar. 25-ci sualda doğru fikir istəyirsə, baxırıq. Have kept some African traditions. Bəli, bunu avtomatik baxın. Bu hissədə verib. Verdiyi üçün sən onsuz burada avtomatik götürəcəksən A variantını. Digərlərinə baxaq. Performed Jamal after bad hunting. Bu haqda məlumat yox idi. Refuse speaking the Indian language. İmtina edirlər bu dildən. Xeyr, hələ ki onun adətlərini saxlayırdılar, adət ənənələrini saxlayırdılar. Yəni sən refuse-nə reject feilin mənasını burada bilməlisən. İmtina etmək mənasında, rədd etmək mənasında işlənir. Sonra Y-də onlar Gücərət yeri haradırsa orada məskunlaşıblar. Recently olmaz axı. Baxın burada nə deyir? The ancestors of city people, yəni əcdadları. Yəni bu yaxınlarda yox da, keçmiş zamanlardan söhbət gedir. Sənin burada açar sözünün, səhv sözün recently sözüdür. Qəşəng sual idi bu. Yəni gördüyünüz kimi, keçən səfərki kimi rahat şəkildə mən mətni sizə izah eləmədim. Yəni bu pis deyil. Yəni imtahandan salına biləcək suallar idi. Orta səviyyədə düşən bir mətn idi. 26-da söhbət nədən gedir? 26-da təbii ki, görürsünüz ki, birinci oxunuşdan və hər yerdən damal sözünü görürsünüz, dahamal yazılan. Yəni dansından söhbət gedirdi. Təbii ki, sən burada Siddi xalqının ənənəvi, yəni belə deyim, bir dansından, rəqsindən söhbət gedirdi. C-dir burada. Costumes olsun, specific features olsa belə, hunting like wild animals və yaxud da gathering harvest from fields. Bunlar haqqında məlumat mətndə var. Sən bunun adını amma qoymarsan. Ümumi fikirdir sadəcə. Yəni sən başlıq olaraq qoysan, təbii ki, bu rəqs adını qoyarsan. Ona görə variantın C. 27-ci sualda bəli, Nərminin düz yazıb, maintain sözü qoruyub saxlamaq deməkdir. Ona görə də biz birinci abzasda preserve sözünü götürəcəyik. Çünki bizə nə deyir? Birinci abzasdan olan bir sözü deyir. 28-ci sualda 3-cü abzasda bir sözdür. Bax deyir, being the only one of its kind. Yəni o növündən sadəcə biri olması. Yəni unik bir şeydir. Qeyri-adi deməyim də, nadir bir şeydir. Yaxşımı? Baxaq, o da olacaq 3-də. A unique feature of this dance is action of throwing a coconut up into the air and breaking it with the head when it falls. Yəni bunların unik, yəni ən əsas bir hərəkəti. Əsas deməyim də, yəni qeyri-adi olan bir hərəkəti başlarından bu kokonatları sındırmağıdır. Kokonat da bilirsiniz də nədir? O bounty şokoladın içində olan. Adı nədir onun? Kokonat nə gedir? Beynim o qədər yanıb ki, o sözün tərcüməsini özümüzdə deyə bilmirəm. Kakaos, ya Rəbb. Ya Rəbbim, şükür sənə. Yazım. Kakaos deməkdir. Okay. Ona görə götürəcəm unique sözünü. 29-cu suala baxırıq uşaqlar, nə deyir burada? Complete the sentence by changing at least 2 words according to the passage. Yəni ən azı biz 2 dənə sözü dəyişməliyik. Mən 4 seçim vermişəm. Elə şagirdlər ola bilər ki, 3-ünü yəni düzgün kodlaşdıra bilər, yaza bilər. Yəni problem yoxdur. Əsas odur ki, düz yazın.
İndi baxırıq cümləyə. During the reign of kings, Damal. Okay. Burada nə olacaq? Göstərik bu hissədə. Buradan başlayır. During the reign of kings, Damal was the main. Main sözünü dəyişə bilərəm. Source sözünü dəyişə bilərəm. Entertainment for the rulers. Burada entertainment və rulers sözünü də dəyişə bilərəm. Yəni hansılar əsaslardır, onları yazmışam. Əlavə hansılar yazmısınızsa, yəni siz komment bölməsində yaza bilərsiniz. Vaxtım olduqca onları yoxlaya bilərəm. Və esse sualı, which dance is your favorite one and why? Okay, hansı rəqs növü sevimli rəqs növünüzdürsə, o haqqda məlumat yazmalısınız. Yəni ümumi opinion essay. İki mövzu da opinion essay haqqındaydı. Keçən imtahanda da musiqi haqqındaydı. Ona görə mən daha çox dünya görüşündən daha çox opinion essayləri həmişə üstünlük vermişəm və şagirdlərim də həmişə dedi ki, müəllimə, bunu siz nə edirsiniz? Deyirəm, indi görərsən imtahanda düşəcək. Məsəl üçün yemək haqqındaydı, idman növü ola bilər. Yəni mətn mövzusuna aid həmişə yazırlar. Yəni ona aid olmaya da bilir bəzən, amma çox hallarda olur. İnşallah ki, doğru yazmışsınızdır. İnanıram ki, yəni nəticəniz də yaxşıdır. Ümumiyyətlə fikirlərinizi, imtahan necə oldu, burada nələr öyrəndiniz, nələr fikir verməmişdiniz, öyrənmiş oldunuz. Yəni həqiqətən dünənki izahıma baxsaydınız ki, kaş əvvəlcən o mənə gərək vəh gəlsin, o həvəs gəlsin ki, mən onu paylaşım. Biraz da problem oldu, əslində səhərdən paylaşılmalıydı, YouTube paylaşmırdı. O səbəbdən yəni biraz geç paylaşmalı oldum. Ümumi olaraq dəyərləndirsək, bu da rahat imtahan idi, amma keçən imtahana baxanda biraz azca ədalətsizlik olub. Əslində haqq verə bilərəm, çünki ilk imtahanı verənlər həyəcanlı daha çox olurlar. Yəni bilmirlər ki, imtahan necə düşəcək. Ona görə çox azca asan olma ehtimalı ola bilər, amma mənə elə gəlir ki, gözlə görüləcək dərəcədə fərq var idi ingilis dilindən. Düzdür, ingilis dili də rahat idi. Amma mətni olsun, halva idi keçən səfər, burada biraz orta idi. Sonra belə deyim, qrammatikası çox yox da dinləmədən biraz mən narazıyam ki, dinləmə niyə səsi yaxşı olmayıb. Yaxşı oxuyan şagirdlərim belə dedi ki, yəni 30-a 30 düz yazan Nərmin də dedi ki, dinləmə yaxşı deyildi. Kaş bu olmazdı. İnşallah ki də, yəni bundan dərs götürdük ki, dinləmələrimizə fikir verməliyik, mətn düzü rahatda söz bazamızı inkişaf elətdirməliyik ki, görürsünüz ki, sinonimdən sizə 2 hətta 3 dənə sual düşmüşdü. Belə, hər birinizə uğurlar arzulayıram. İnşallah ki, tam nəticələrə çıxanda da mənlə bölüşməyi və videonu bəyəndinizsə, son olaraq videomu like etməyi, fikirlərinizi bölüşməyi unutmayın. Hər birinizə bir daha uğurlar və son olaraq onu yadda saxlayın ki, heç bir şey, yəni həyatın sonu deyil. İzahdır, mən elədim, yəni motivasiyamda daim sizə verməyə çalışacağam, amma çalışın ki, yəni bu buraxılışda etdiyiniz səhvləri blokda eləməyin. Ona görə bir neçə gün, bir ay gözləməyin ki, nəticə çıxsın, ondan sonra bloka hazırlaşım. Xeyr. Yəni bir gün falan dincələndən sonra mənim sizə tövsiyəm və tələbim bloka tam şəkildə hazırlaşmağınızdır. Yəni ara vermədən. Bu havadan bu gün çıxmağınız məsləhətdir. İnşallah ki, sabahdan yeni gün başlayır, yeni məqsədlər olacaq. Dediyim kimi, bu imtahana maksimumu toplamayanlar hədəfləsin özünü blok imtahanına. Və şanslısınız ki, blokda iki şansınız var. Belə sonlandırıram uşaqlar videomu. Hər birinizin diqqətinə görə təşəkkür edirəm. Bir daha hər birinizə uğurlar arzulayıram. See you, take care.